Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində artıq həyat yenidən canlanıb və ailələr doğma yurdlarına qovuşurlar. Burada əhalinin məskunlaşması ilə yanaşı məşğulluq məsələləri də dövlətin xüsusi diqqət mərkəzindədir. Hazırda sakinlərin sosial rifahının yüksəldilməsi məqsədi ilə aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu çərçivədə qəsəbə sakini Yavər Qurbanov özünə məşğulluq proqramına cəlb olunaraq iri buynuzlu heyvandarlıq təsərrüfatı yaradıb. 11 sentyabrda bizi köçürdülər bura. 26 noyabrda da 3 baş şiynək verdilər. Onun indi biri yanı balalıdır. İnşallah gələcəkdə heyvanlarımızı artıraraq onu böyüdərik, ailəmizin, uşaqlarımızın köməkliyinə yetərik. 34 ildən sonra da qayıtdıq Allahın köməkliyi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin də canı sağ eləsin. Qırmızı Bazar qəsəbəsində reallaşdırılan bu cür sosial layihələr işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanı təmin edən mühüm amillərdən biridir. Dövlətin dəstəyi ilə qurulan fərdi təsərrüfatlar yerli sakinlərin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı bölgədə kənd təsərrüfatı məhsullarının istehsalına da müsbət təsir göstərir.